Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Abşeron su meliorasiya sistemlərinin istismar idarəsi 2025-ci ildə olduğu kimi 2026-cı ildə də meliorativ tədbirlərini uğurla davam etdirir. Hazırda Abşeron magistral kanalının yaşayış məntəqələri ərazisindən keçən hissələrində məişət tullantıları ilə çirkləndirilən hissələr mütəmadi olaraq təmizlənir. Bundan yanaşı Abşeron magistral kanalında təmirə ehtiyac olan hissələrdə daim təmir işləri aparılır ki, son günlər kanalın beton hissəsində baş verən sürüşmənin də qarşısı alınır. Abşeron su meliorasiya sistemlərinin istismarı idarəsinin balansında olan Abşeron magistral kanalının Piket 10+20 hissəsinin sağ sahil hissəsində torpaq baskısı nəticəsində kanalın beton üzlüyünün müəyyən qismində sürüşmə baş vermişdir. Hal-hazırda cari təmir işlərinə başlanılmışdır və suvarma mövsümü başlayanadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulmuşdur. İdarə tərəfindən Abşeron magistral kanalında mexanizmlərlə lildən təmizlənmə işləri yerinə yetirilib. Bundan başqa qol kanallarda əl ilə lildən təmizləmə və dırmıqla otlardan təmizləmə işləri də həyata keçirilib. Bununla da su itkisinin qarşısı alınıb, suyun maneəsiz axını təmin olunub. Suvarma və içməli su istiqamətlərində bir neçə nasos stansiyalarda cari təmir işləri aparılaraq saz vəziyyətə gətirilib. Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsi və Hacı Zeynalabdin Tağıyev küçəsindən keçən istismar müddətini bitirmiş, diametri 1000 mm olan dəmir beton borunun 950 paqon metri olan hissəsinin karegi tipli boru ilə əvəz olunaraq istismara verilmişdir. Əkinçilik Elmi Tədqiqat İnstitutunun suvarma su ilə təmin edən aşağı Pirşağı qol kanalından qidalanan uzunluğu 1300 paqon metri olan diametri 315 mm polietilen boru əsaslı təmir olunaraq istismara verilmişdir. Qızılnuhur Gölü adlanan ərazinin suvarma su ilə təmin edən Abşeron magistral kanalından qidalanan uzunluğu 1300 paqon metri olan müxtəlif diametrli boru xəttləri əsaslı təmir olaraq istismara verilmişdir. Qeyd edək ki, idarə tərəfindən yeni boru xətti və kanalizasiya boru xətti dəyişdirilib. Bununla da Abşeron rayonunun əksər ərazilərində, o cümlədən Xırdalan şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunmasına nail olunub. Bundan başqa nasos stansiya binaları, hidrotexniki qurğular, mülki və istehsalat binaları, müxtəlif diametrli boru kəmərləri, qol kanalları cari təmir olunaraq yenidən istifadəyə verilib.